Salam, hər vaxtınız xeyir. 5-ci siniflərə baxaq dəyər nəşrlərinin. Birinci sualda bizdən çərçivədə verilmiş sözün mətndən fərqli mənasını istəyir. Çərçivədə verilən söz kəsişməkdir, məcazi mənadadır. İndi baxaq, həqiqi mənada hardadır? Burada alış-veriş kəsmək məcazidir. Sağ-sol kəsmək, yolun sağsı, bu da məcazidir. Soyğun kəsməsi də məcazidir, amma budaqların kəsilməsi həqiqidir. Doğru cavabımız D variantı. Mətnə əsasən yanlış fikirdir. Ağıl, güc, fədakarlıqla çıxır. Sonra Cavanşirə bu güc verirdi, mənəvi güc verdi, amma əsgərlərinin xəyanət etməsi məsələsi yox idi. Deməli, doğru cavabımız C variantı olacaq. Keçdik 3-cü suala. Burada tərkib hissəsinə baxaq. Birinci ordu mühasirəyə düşür. Sonra əsas hissədə bu qayanı çapıb yol açır. B variantı da 3-ə gəlir. Axırda bağlanırlar. Deməli A, C, B. Doğru cavabımız B variantı. Cavanşirə aid edilə bilməz. Əsgərlərin köməyindən istifadə ümumiyyətlə belə bir şey yox idi. Elə cavab A variantı olur. Mətndə var idi. Mühafizə etmək, qorumaq. Bir dəqiqə buradan baxaq mətnə. Haradaydı? Baxaq. Çarə var. Sonra hansız? Ağır qorumaq. Çarə, ağır qorumaq. Bax, ağır sözünü mətndə gərgin demək olar. Qorumaq, mühafizə etmək, çarə, əlac. Amma külünk sözünün mətndə qarşılığı yox idi. Sonra kursivlə verilmiş abzasa əsasən təəccübünə nə səbəb olan həmin yeri göstərək birbaşa haraydı. Baxıram indi. Deyir ki, 3 gecəyə qılıncla qayaları necə çapıb açmaq olar daha doğrusu. Elə səbəb bu idi. Deməli, 6-ya onu yazmalıydıq. Mətnlər burada hələ ki bitdi. Deməli, birinci şəxsin cəminin mənsubiyyəti nə idi? Mənim kitabım belə olardı. Elnurun kitabı 3-dür. Mənim qardaşım, bu isə birinci şəxsdir. Deməli, doğru cavab B variantı. 8-də baxaq. Bütün sözlərdə incə saitlər olsun. Bax, dərslərini öyrənməyib. Hamısı incə saitlər. Deməklə cavabımız A variantı imiş. Burada oğlan, burada U, burada A bəs eləyirdi. Deyir ki, sətirdən sətrə keçirmək üçün, bax, sətirdən sətrə bir saiti qoya bilmərik. Bu getdimi? Bu da getdi, bu da getdi. İndi ikisinə baxaq. Mürəkkəb, tələffüz, kitab. Burada hamısı doğrudur, amma mürəkkəb sözləri bu cür keçirmək olmaz. Kör oğlunu keçirə bilərdik. Doğru cavabımız oldu B variantı. Hansı bənddə fərqləndirilmiş söz bir-birinə münasibətdə homonimdir? Bu ipdən möhkəm tut, verdiyin söz tut. Bu məcazidir, çox mənalı olacaq. Lövhə tərtəmiz idi, təbiət lövhəsi, bu da məcazidir. Biz mütləq qalib keçəcək, əlindəki biz isə isim mənasındadır. Ayaqqabı tikənlərdə daha çox olur. Hər ikisi gerçəkdir. Burada uşağın qolundan çayın qolu biri məcazi olur, doğru cavab olmur. Deyir ki, fərqləndirilmiş sözün sinonimdir. Gerilik nədir? Gerilik avamlıq, cahillik, nadanlıq, amma inkişaf deyil. İnkişaf tərəqqi deməkdir. Sonra 12-ci suala baxaq. 12-ci sualda qoşmadır deyir. Yəni, ən ədatdır, bəlkə modal sözdür, ancaq bağlayıcıdır. Amma C variantındakı sonra qoşmadır. Hansı bənddə birinci sözün son samiti cinciltili tələffüz olunur, cinciltili. Sait gəlirsə cinciltili olacaq. K-dan sonra sait gəldiyinə görə Y-yə çevrilir. Digərləri isə bunlar X olacaq, bu isə X-dirik olacaq. İsti sözün həqiqi mənası hava çox isti idi, elə cavab budur. İsti qucaq məcazi mənadadır. İsti sözdə məcazidir. İsti münasibət də məcazidir. Deməli, doğru cavabımız A variantı. 15-ə baxaq. Lüğət bu olar. Sözün leksik mənası, orfoqrafiya, düzgün tələffüz yox, yazılış verilməli idi.
Ona görə də 15-də cavabımız C variantıdır. Bir cür yazılan şəkil bu l, li, lu, lü, da, də, iki cür. Sonra hara baxaq ki, belə ıntı, inti, ıntı, üntü demək cavabımız oldu B variantı. Sonra davam eləyək. Bizdən nə istəyir? Birinci misrada omonim də var, çox mənalı da var. 40 omonimdir. Başda çox mənalıdır, bir düzdür. Eynək sözünün son samiti xıştirik olur. Eynək taxmansam, eynək xıştirikləndir, bu da düzdür. Sonra üçüncü misradakı sözlərin hamısının leksik mənası var. 3-də daha sözünün isə leksik mənası yoxdur. C variantı səhvdir. Sonuncu misrada düzəltmə sözü yoxdur. Düzdür. Toplu isim deyil. Baxaq, meşə toplu isim. Bu naxırda çox olur. Naxır, xalq, ilxı. Amma A variantındakı meşə, belə sözlər çaşdırır. 18 kimi meşədir. Sonra otluqdur. Bu sözlər şey deyirlər. Nədir onun adı? Unuttum. Toplu isimlər deyil. Antonimini tap. Bir sözün kökü eynidirsə, şəkilçi ilə antonim olmaz və ya inkar şəkilçisi ilə də olmaz. Getmək, getməmək. Ağlamaq, gülmək. Demək, doğru cavabımız 3. Ağlamaq, bir də nə? Gülmək. Mətinə baxaq. Mətin nə idi? Gəmiləri yandırmaq ifadəsi. Baxaq bir dənə. Tünd hərflərlə verilmiş söz bağlıdır, əlaqəlidir mənasındadır. Deməli, D variantı olacaq. Sonra Troya qadınları kişilərin varsa elə budur. Biri A gəlir. Tariq bin Ziyad hamının gözünün qarşısında. Bu da düzdür. Ərəb ordusuna başçılıq edir. Bu da düzdür. 1A, 2B, C. Deməli, B variantı. Gəmiləri yandırmaq, körpüləri yandırmaq ifadəsi eyni deyil. Mətndə burada var ki, fərqli olaraq deyir, fərqlidir. Ona görə cavab 22-də A variantı olacaq. 23-də nə idi? Fatih Wilhelm ordusunun müəyyənləşdirin. Burada C variantı olmalıdır. Bir dənə də mətnə baxın. Burada harda var? Tarix bin Ziyad bildik. Sonra Wilhelmdir, qoşun çıxarkən gəmiləri yandırıb. Bir də kim idi oradakı? Fernando Cortes. Cortes də, bu ikisi də deməli üçün də ortaq cəhəti buymuş. Nöqtələrin yerinə yazıla bilər. Nöqtələr hardaydı? Sonadək döyüşməkdən başqa yol qalmamışdır. Çıxış yolu yoxdur. Xilas yolu qalmır. Yalnız döyüşmək qalır. Məntiqsiz çıxardım. D variantı. Kursivlə verilmiş cümlədə nə deyir? Qoşun sözünün qarşılığını müəyyən edin. Kursiv. Haydi burada. Bir dənə də baxın. Kursivlə cümlədən qoşun sözünün qarşılığını. Ordu sahilə çıxan kimi Gergə hamıcı bütün gəmi. Deməli sözümüz nə idi? Ordu. Belə, bu imtahan bitdi. Sağ olun. Kanala abunə olmağı da unutmayın.